Yox, valideyn əsas onlar üçün böyüyəndən sonra yəni güclə alınan bir şeydir. Ən əsas duadır. Davamlı şəkildə gecə namazında keçən dualardır. Davamlı şəkildə gecə namazında o duaları yaxşı etmək. O sünnədə gələn dualar var. Onları həmçində belə istəmək. Çünki yəni o gecənin o hissəsi çox mühümdür. Duaların qəbul olması üçün. Çünki hədisdə gəlir ki, Allah Teala gecənin son 1/3 qaldığı zaman dünya səmasına enər və deyər ki, dua edən varmı, duasını qəbul edin. Sığınan varmı, onu qoruyun. İstəyən varmı, istədiyini verim. Bax, bütün nə qədər sıxıntısı olmayan insan yoxdur. Və ona görə bu hədisə əsasən alimlərdən biri deyir ki, bir insanın bir sıxıntısı olduğu halda, bir var insan belə ümumən problem yoxdur. Bir də konkret sıxıntısı var insanın. Xəstəsi var və ya digər problemi var. Bir sıxıntısı olduğu halda gecənin 1/3 yataraq keçirirsə, fəleysə bifəqihdir. O insan fəqih deyildir. Yəni dini anlayan insan deyildir. Əgər din barəsində bir balaca anlayış olsaydı, bu cür fürsəti əldən verməzdi. Çünki bütün kainatın sahibi, hər şeyi yoxdan yaradan deyir ki, istəyən varmı verim? Yoxdur. İnsan o vaxtı kainatın sahibi deyəndə ki, varmı verim? O vaxt yatır, sonra gedir bütün boş-boş qapılar döyür. Gedir qapılarda o çərədə durur. Amma o çərətsiz qapıya, o növbəsiz qapıya girmir. Hər gecə heç bir növbə də yoxdur. Növbə tutmadan birbaşa insan Rəbbindən yəni istəyə bilir. Əgər insan davamlı şəkildə istəyərsə, inşallah qəlblər yəni Allah Teala'nın əlindədir. Allah Teala gecənin 1/3 çox vaxt 2-dən və yaxud 3-dən sübh namazına qədər. O hissənin hamısı əfsəl vaxtdır. Lap sübhə yarım saat qalmış və yaxud da 1 saat qalmış, yəni insanın o vaxtdan yəni istifadə eləməsi. Qardaşlar demək olar ki, mənim üçün bu ayət. Demək olar, amma bəyənilmir. Bəyənilmir, bəli. Yəni çünki insan özü etməlidir. Yəni Allah Teala istəyir, qulu özü yalvarsın. Yəni onun da dili var, sənin də dilin var. Və həmçinin yəni o sənin əgər ehtiyacın varsa, o sənin ehtiyacını sənin kimi istəyə bilməz. Ümumi olaraq da yəni bu ayət. Ola bilər, amma ümumiyyətlə nəyi bilməliyik biz? Dua nə vaxt qəbul olur? Dua ixlas olanda qəbul olur. Dua ürəkdən gələndə qəbul olur. Kimin duası ürəkdən gəlir? O sıxıntı içərisində olan insanın. Allah Teala buyurur ki, "Əmmən yucibul muttarra izə da'a." Əli hər yerdən üzülüb darda qalanın duasını qəbul edən kimdir? Ona bax ki, insan yəni bilir ki, heç bir səbəb fayda vermir, birbaşa Rəbbinə yönəlir. Və onda dua qəbul olur. İnsan ürəkdən inanaraq istəyir. Ona görə Allah Teala istəyir qulu yönəlsin, qulu özü yönəlsin. Həmçinin insan, Sa'di Rahimullah deyir ki, biz insanlar xatırlatmaq lazımdır, sən dua etməklə ibadət edirsən. Yəni sən o dua elədiyin müddət özü ibadətdir. İbadət içərisindəsən. Çünki duanın özü ibadətdir. Əd-dua huvəl-ibadə. Dua özü ibadətdir. Və eyni zamanda da sənin istəyinin qəbul olmasına səbəb olur. Şeyxlərdən biri deyir ki, biri gəldi, başladı öz dərdini danışmağa. Danışdı, belə problem, sıxıntılar, kasıblıq, o birisi, bu birisi, o qədər şeylər danışdı. Dedim, qurtardın mı? Deyir ki, bəli. Bax, mənə necə danışdın? Mənə danışdığın kimi Allaha ərz elə yinə. Mənə danışdığın kimi Allaha ərz elə. Yəni Allah Teala istəyir, bax o cür. Yəni bəzən biz Allahdan istəyəndə elə belə filan şey ver filan. Amma bir də insan öz yəni ehtiyacını Allaha ərz eləməsi. Öz kasıblığını. Məsələn buna danışsan mən kasıbam, mənim yoxdur. Sən o şeylə Allaha de. Yəni Allah Teala xoşdur ki, yəni qulu öz kasıblığını, acizliyini, möhtaclığını izhar eləsin. Sevir bunu. Necə ki
şair deyir ki, "La tes'alenne buneyye Adem'e haceten." Sən deyir, insan oğlundan bir şey istəmə. "Feselillezî ebvâbuhu la tuhcebu." Sən deyir, ondan istə ki, onun qapıları heç vaxt bağlanmır. Allahu yağdabu in tarakta sualehu. Allah Teala ondan istəməyi tərk etdiyin zaman qəzəblənir. Və buneyyu Adem'e izâ yus'alu yağdabu. Amma insan oğlu isə istəniləndə qəzəblənir. Görsən, öz qardaşın olsa belə, bir dəfə istəyirsən, verir, iki dəfə bəsdir, bezdirdir. Amma Allah Teala sən nə qədər çox istəsən, bir o qədər sevir. İstəyən qulunu sevir. Ona görə insan nə oldusa Rəbbinə ərz edir. Hətta Allah Rasulü sallallahu aleyhi və səlləmin başına bir iş gələndə namaza qaçardı. Namaza, deməli, problemlərin açarı, həlli namazdadır. Namaz səcdədə yalvarırsan. Əqrabu mə yəkun abdun min Rabbi fəhvə səcid. Yəni, qulun Rəbbinə ən yaxın olduğu an səcdə anıdır. Fəəksiru fiyhi dua. Orada duanı çoxaldır. Bax, budur məsələ. Yəni, elə bilir ki, bu insana üz verən o sıxıntılar, kasıblıq, o bir... Yəni, Allah Teala'nın qulunu özünə yaxınlaşdırmaq üçündür. Yəni, belə neymətlər var. Bu, yəni, başqa halda olmur. Yəni, fikir ver, insanın vəziyyəti yaxşı olarsa, problem, sıxıntı hiss eləməzsə, nə vaxt dua eləyir? Eləmir duanı. Amma bir də var ki, o sıxıntı olanda görsən yönəlir. Yalvarır. Qəlbi sınıq. Ona görə Allah Teala deyir ki, indəl munkəsirət qulub. Allah Teala qəlbləri sınıq olanların yanındadır. O gün də hədis götürdükdə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, mənə deyir, zəiflərinizi gətirin. İnnəmə tunsaruna və turzaquna biduafaikum. Sizə gələn yardım, o zəfər, qələbə və sizə ruzinin gəlməsi o zəiflərə görədir. Deyir, onların ixlasına görədir, onların duasına görə. Çünki onlarda ixlas daha çox olur. Zəif insanlarda, kasıb insanlarda, o aciz, möhtac insanlarda ixlas daha çox olur. Dua daha güclü olur. Hətta o hadisəni qeyd elədi ki, döyüşürlər sahabələr və ön səfdə olan sahabələr olur. Və sonra qənimət bölünəndə Peyğəmbər sallallahu hamısına eyni şəkildə bölür. O ön səfdə olan sahabələr onların xəttinə dəyir. Necə oldu ki, döyüşü biz utduq, güclü sahabələr və arxada onlara da eyni verir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, siz deyir, buna görə udmadınız deyir. Siz deyir, bunlara görə uddunuz. İnnəmə tunsaruna biduafaikum. Yəni sizə gələn yardım bu içərinizdə olan o zəiflərə görə oldu. Onların duasına görə, onların ixlasına görə. Ona görə insan bu hal, yəni insanı daha Allaha yaxınlaşdıran bir haldır. İnnəl insənə ləyatqa. Allah Teala nə buyurur? Ər-ra'ahu istəğnə. İnsan həqiqətən azğınlıq edir. Nə vaxt ki, özünü ehtiyacsız görəndə, özünü dövlətli görəndə azğınlıq eləməyə başlayır. Amma nə vaxt ki, zəiflik, kasıblıq üz verir, onda Rəbbinə üz tutur. Və Rəbbinin də yardımı nə qədər insan, yəni ixlaslı olursa, bir o qədər də yardım ona daha tez yetişir. Deməli, xülasə odur ki, dua ixlas olanda qəbul olur və insanda da ixlas nə vaxt yaranır? Şiddət güclü olanda, müsibət şiddətli olduğu zaman. Nə qədər şiddətli olur, onda bir o qədər də insanda ixlas yaranır. Və onda nə olur? Dua qəbul olur.